Tarixi mənbələrdə qeyd olunur, Həzrəti Peyğəmbər əleyhissalama verilən sualları Mühəmməd əleyhissalam yalnız Quran ayələri ilə cavablandırardı. Bir şəxs Peyğəmbərimizin yanına gəldi və Həzrətə 4 sualla müraciət elədi. Ey Allahın Rəsulu, iman nədir? Həzrət cavabında buyurdu, iman budur ki, Allaha, onun Rəsuluna, mələklərinə və eyni zamanda Quran-ı Kərimə iman bəsləyəsən və öləndən sonra yenidən dünyaya qayıdacağına iman bəsləyəsən. İmanın əlamətləri bunlardır. Təbii ki, Quran-ı Kərimdə Allah ayədə buyurur, bir halda ki, ölüydiniz, Allah sizi diriltdi, yenə öldürəcək, yenə dirildəcək, axır məşər siz hamınız Allaha tərəf cavab verməyə qayıdacaqsınız. İkinci sualı Peyğəmbərimizə bu oldu. Ey Allahın Rəsulu, bəs yaxşı İslam nədir? Həzrət cavabında buyurdu, İslam budur ki, Allaha ibadət edəsən, heç bir şey ona şərik qoşmayasan. Təbii ki, bir neçə günahlar mövcuddur. Onlardan biri də Allaha şərik qoşmaqlıqdır. Allaha şərik qoşmaqlıq böyük günahlardan biridir. Allahın buyurduğu vacibləri, namazları yerinə yetirəsən və Ramazan ayını oruç tutasan. Üçüncü sualı Peyğəmbərimizə bu oldu. Ey Allahın Rəsulu, bəs yaxşı ehsan nədir? Həzrət cavabında buyurdu, ehsan budur ki, Allah səni görürmüş kimi ona ibadət edəsən. O səni görür, sən isə onu görmürsən. Təbii ki, ehsan barəsində Quran-ı Kərimdə ayələr mövcuddur. Dördüncü sualı Peyğəmbərimizə bu oldu. Ey Allahın Rəsulu, bəs yaxşı qiyamət nədir? Onun əlamətləri hansılardır? Təbii ki, qiyamətin bir neçə əlamətləri mövcuddur. Vaxtın qısalması, qəfil ölümlərin baş verməsi, bir neçə günahların baş verməsi, adətən Quran-ı Kərimdə qiyamətə aid olan ayələr Quran-ı Kərimdə axırlara təsadüf edir və Peyğəmbərimiz Quran-ı Kərimdən qiyamət haqqında bir ayəni oxudu. Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı da istədiyi vaxt göydən o yağdırır. Bətinlərdə olanı da o bilir. Heç kəs səhər nə qazanacağını və harada öləcəyini bilməz. Allah şübhəsiz hər şeyi biləndir. O hər şeydən xəbərdardır.